Forex trading, maliyyə bazarı ticarəti, kazino yoxsa real biznes? Hər kəsin böyük tərəddüdlə yanaşdığı bu sualın cavabını almaq üçün maliyyə ticarətinin əslində nə olduğunu dərk etmək kifayətdir. Maliyyə bazarı ticarətinə reallığa uyğun bir misal çəkək. Bunun üçün Google üzərindən Euro-AZN valyuta cütlüyünün bugün üçün olan dəyərinə diqqət yetirək. Gördüyünüz kimi 1 euro hal-hazırda 1.95 AZN ekvivalentdir. Biz bu dəyərdən 100.000 euro aldığımızı düşünək. Bunun üçün banka 195.236.2 AZN pul ödəyirik və əvəzində 100.000 euro əldə edirik. Təsəvvür edək ki, bu əməliyyatımızın üzərindən müəyyən zaman keçib və artıq Euro-Azərbaycan cütlüyünün dəyəri 1.9523 yox, 2.0590-dır. Bu bizim 195.236 AZN ödəyib aldığımız 100.000 euronun artıq 205.900 AZN dəyərində olduğunu göstərir. Əgər biz əlimizdə olan euronun yenidən manat qarşılığında satsaq, biz bu müddət içərisində etdiyimiz bu əməliyyatdan, tradedən 10.664 AZN gəlir əldə etmiş oluruq. Lakin biz fikirləşirik ki, euro dəyəri daha da artacaq, o səbəbdən əlimizdə olan euronu hələlik dəyişmirik. Və fərz edək ki, daha bir müddət keçir və Euro-AZN cütlüyünün dəyəri həmin bu müddətdə 2.0590-lardan 1.85-lərə qədər düşür. Bu dəyər artıq bizim 100.000 euro aldığımız zamandakı valyuta dəyərindən daha aşağı olduğu anlamına gəlir. Artıq əlimizdəki 100.000 euro 185.000 AZN dəyərindədir. Aldığımız qiymətlə nisbətdə bizim 10.236 AZN zərərdə olduğumuz anlamına gəlir. Forex maliyyə ticarəti tam olaraq bundan ibarətdir və artıq 100 ilə yaxındır ki, fərdi retail traderlər, hedge fonları, hətta banklar bu maliyyə bazarında müxtəlif əmtəə indeksləri, qızıl, neft və s. şirkət səhmləri, qida sektoruna aid məhsullar üzrə taxıl, buğda, düyü və s. ticarət edərək müəyyən gəlir əldə edir və ya itki ilə üzləşir. Hazırki zamanda Forex maliyyə bazarının günlük trading turnoveri, yəni işləm həcmi, abarotu 5 trilyon dollardan daha yüksəkdir. Rekord göstərici isə 7,5 trilyon dollar olmuşdur. Maliyyə ticarətinin biznesinin bir qolu olaraq düşünmək daha məqsədə uyğundur. Bu işin riskli və qumar olması tərəfinə qaldıqda isə düşünək ki, yaşadığımız sahəyə yaxın bir obyekt var və mağaza açmaq üçün əlverişli yerdədir. Bu minvalla obyekti icarəyə götürüb interyerini və dekorunu açacağımız mağaza uyğun şəkildə dizayn edirik. Artıq rəflərə satacağımız məhsulları yerləşdirib işçi heyəti də cəlb etmişik. Lakin bu faktorlar mağazanın sizə 100% gəlir gətirəcəyi anlamına gəlmir. Fərz edək ki, qiymət nə qədər sərfəli olsa da, mağazamızın heç bir alıcısı yoxdur, satış çox aşağı səviyyədədir. Bir müddət keçir, mağazanın təsərrüfat xərcləri ortaya çıxır, işçi heyətinin maaşları gecikir, mağazanın maliyyə tərəfində isə heç bir irəliləyiş yoxdur. Krizisi önləmək üçün məcburən bu mağazada və ya məhsulları dəyər dəyməzə satılmalıdır, ya da mağaza bütövlükdə dəyər dəyməz qiymətinə bütöv biznes formasında satılmalıdır. Bu, real həyatımızda da risklərin və qumarların bir örnəyidir. Bu riskləri önləmək üçün isə əlbəttə müxtəlif tədbirlər görmək mümkündür. Maliyyə ticarətində də risklərin önlənməsi, itkilərin qarşısının alınması üçün bir çox analitik metodlar mövcuddur. Hansı ki, bu analizlər sayəsində maliyyə ticarəti artıq kör-körənə etdiyimiz əməliyyatlar sistemi yox, risklərimizin doğru idarə edildiyi bir trading sisteminə çevrilir və 50-50 şans olduğu düşündüyümüz qumar obrazından çıxır. Forex maliyyə bazarı daha ətraflı formada nədir və maliyyə bazarına bizi bağlayan brokerlər necə seçilməlidir, növbəti videoda ətraflı şəkildə izah edəcəm.